Bir iki dənə dərman 200 manatdan çox tutur. Müalicəsi gedir ki, yenə. Hə, Necə eləyəcəksən? Həm borc, həm müalicə. Qumru, gəl biraz reallığa baxaq da. yaxşı. Baxaq. Bax görək reallığa sən nə görürsən. Məncə sən bu məsələn bir də fikirləş. Mənə bir şey maraqlıdır Ekama. Ana, yəni Qədri bir insan olaraq siz heç sevmirdiniz. Elə deyil də Qumru. Yaxşı. Onda belə çıxır ki, mənim yasıma hörmətiniz yoxdur da. Qumru, niyə elə deyirsən, ha? Niyə belə deyirsən? Yaxşı oğlan idi, körəkənim idi. Elə şey olar ki, mən onu istəməyim. Baxma, yola getmirdik. Mən də pis oluram. Amma mənim sənə ürəyim yanır. Mən səni fikirləşirəm ki, sən görəsən necə olacaq axırın. Qumru, Rəfiqə xala düz deyir. Sağ qalanlar üçün həyat davam eləyir. Yenə tək olsaydın, hə, amma Lalə də var. Özü də bu vəziyyətdə. Vallahi indi ağılla davranmaq lazımdır. Bəbir müəllim o qədər də pis insan deyil. Adam hələ boşanmayıb. Siz indidən onu mənə yapışdırırsınız. Boşanır da qızım. Sözüm can odur. Qumru, Bəbir müəllim sənin üçün bilirsən nələr eləməyə hazırdır. Hə, bilirəm, bilirəm. Bəlkə elə Qədri də mənə görə öldürüb. Bəsdir də Qumru. Elə beynivə qoymuşsan bu fikri. Qoymuşam ana, qoymuşam. Səhər gözümü açandan gözümü yumana kimi bu fikir beynimi dağıdır. Qumru, tutalım ki, belədir. Əgər belə bir şey varsa, bunu öyrənmək istəmərsən, Əlbəttə istəyərəm. Bu dəqiqə ən çox istədiyim şey budur. ay sağ ol. Bunu da öyrənməyin bircə yolu var. Bəbirə yaxın olmaq.